Başımızdan bir sinirine bir götüreceğim. Bakın gördüğünüz gibi gəmi düzəltəcək, gəmi dostlar. Baxın, gəmi belədir, hal-hazırda o bizimle çalışıyor. Çok düşünmez. Bu stikerlerle bu yapıştıracak nelerdir? Bu da stikerlerdir. Yani çıktı, defterdir. Bakın, buna şarkısı bekliyor. Dahil olsa da anlamak istiyor. Balaca bir çarpımız var. Bu insandır, bu hazır görüyorlar. Şimdi bunun başı, bu kapitanın başına bakıyor. Kapitanın başı. Ayaklarına, bədəni hazırdır. Bu da nasıl düzəltməlidir biz? Bu insanın qollarını düzəltir. Birisi oluyor. Belə dostlar, gəlin mən gedim evə, yaxşı mən dostlar, mən gedim evə, sizinlə əlaqə saxlayacağım və bunların hamısını və bu gəmini düzəltəcəm. Dostlar, indi keçdi, baxın, mən restorandaydım, gəldim evə dostlar. İndi sizə bu gəmini yəqin ki xatırladınız, bu gəmini sizə göstərəcəm dostlar. Yəni bunu yığdım, biraz çox vaxt keçdi. Səncə nə qədər dostlar? 6 saat vaxtımı aldı bu, 6 saat. Gördüyünüz kimi belə bir şeydir. Gəlin bundan biraz sizə aydın danışım dostlar. Baxın, bu dayağıdır dostlar. Məsələn belə saxlayır. Yəni məsələn bunu suya qoyduqda getmir. Hamı elə bilər gedir, amma getmir. Bu sadəcə bir suvenir kimi bir şeydir. Bu dayaqdır, bu lazım deyil bizə. Əsas budur dostlar. Bu gəmimizdir. Döyüş gəmimizdir gördüyünüz kimi. Yəni bayaq dediyim kimi, keçən videoda dediyim kimi, yəni bu bəzi insanlar elə biləcək ki, bu özü yalancı bir şeydir, yəni özü olan bir şeydir. Gəlin sizə göstərəm onun içini. Gördünüz dostlar. Yəni hamısını özüm dəqiqliklə, hamısını özüm yazmışam və bilirəm necə ola bilər. Yəni bunu altdan hamısını görsən ki, bu nə deyir, belə bir şey yığanam, bunda nə var ki, amma bunun içini çox çətindir dostlar. Gəlin mən sizə bunu da göstərəm. Bu insan yadınıza düşər yəqin kapitan. Keçən bir, yəni bayaq falan 6 saat əvvəl sizə göstərmişdim bunu. İnsandır. Düzəltmişdim bunu orada. Gördüyünüz kimi dostlar belə oldu. Yəni ki maraqlı oldu sizə. Yəni mən bu legolardan sizə 1-2 video atacağım, 3-4 video atacağım, 5-6 video və ilaxır və s. atacağım dostlar. Amma biraz şey var ki,
Mənim bu legolarımı, yəni hamısı belə yığıram dostlar, belə bir şkaf boyda. Dostlar baxın belə olur. Yəni mən bunun burada bir şkaf boyda nə qədər legom var dostlar? Bir 50 dənə, 60 dənə deyə bilərik. Yəni bəziləri var. Onları sökmüşəm və parçaları itib. Ona görə hamısı seyf olub. Yəni bir parça məsələn buradakı hər nəysə də dostlar, buradakı məsələn bu itsə, yəni bunun hamısı yox olacaqdı. Yəni onun görünüşü itəcək, onun yəni fiquru itəcək. Gördüyünüz kimi belə maraqlıdır. Döyüş gəmisidir bu. Yəni sizə maraqlı oldu bu video. Bu videonun axırına qədər baxdınızsa, sizi sevirəm, söhbət. Sağ olun, sağ olun.